Garaj 36 izləyiciləri, bugünkü avtomobilimiz Çangan CS55 2026-cı il modeldir. Avtomobilə rus dili əlavə edilmişdir. Bunu sizə göstərmək istəyirəm. Avtomobildə təxminən 85% rus dili və ingilis dili mövcuddur. Qeyd edim ki, bu avtomobildə dil avtomobilin öz mühəndis menüsünə yerləşdirilmişdir. Eyni dipallar kimi. Baxın, lazım olan bütün hissələr rus dilindədir burada. Qeyd etdiyim kimi təxminən 85%-dir. Bu dipallardakı kimi güncəlləmə ilə düzələn və öz yerini tutan bir şeydir. Baxın. Eyni zamanda lazım olan bu gördükləri Çin proqramlarda, hansılar ki Çində istifadə olunur. Onlar Çindədir. Sizə lazım olan bütün hissələr tam olaraq rus dilindədir. Eyni zamanda lazım olan bütün tətbiqlər əlavə edilmişdir avtomobilə. Hamısı tam işlək vəziyyətdədir. Və settingsdən siz istəsəz girib avtomobilin dilini özünüz də dəyişə bilərsiniz. Baxın. Çox sadə. Buradan indi biz ingilis qoysaq ingilis olacaq. Rusu qoysaq rus olacaq. Yəni sizi aldadarlar ki avtomobilə dil yazırıq falan. Bu yəni sonradan yazılma dil deyil və burada qorxulu bir şey də yoxdur. Maşının öz injiner menüsündə olan hazır dildir. Gördüyünüz kimi, yenə qeyd etdiyim kimi təxminən 80-85% təşkil edir və hər şeydə tam işlək vəziyyətdədir. Buyurub baxa bilərsiniz. Və sizə onu qeyd edim ki, avtomobilin multimedia sistemi çox sürətlidir. Baxın. Gördüyünüz kimi çox super işləyir. Əgər sizin də Çangan avtomobiliniz varsa, fərqi yoxdur. Çangan, BYD, Toyota, Geely, hər hansının avtomobiliniz varsa bizlə mütləq əlaqə saxlayın.